Elə bilirsən bu evdə dinc yaşayasan. Oğlunu doldurum, rədd eləyim səni bu evdən, sən də bax. Ay qızım, mən sizə neynirəm ki? Ben bezdim Aslandan. Bütün gün altını təmizləyirəm. Ya onu göndər bu evdən, ya mən çıxım gedim xarabama. Ata, bu sözü demək mənim üçün çox ağırdır. Uşaqlar böyüyüb, ev artıq hamımıza dar gəlir. Sənə başqa bir yer təşkil eləmişik. Orada qalmağın daha rahat olar. Ana, buradakıların hamısı sənin yaşlılarındır. Vaxtın lap maraqlı keçəcək. Biz də həftədə bir dəfə mütləq gələcək. Nə deyə bilərəm ay oğlum? Necə məsləhətdirsə? Ay oğlum, mənim yaşım keçib, siz sağ-salamat olun. Elə söz demə ay ana. Hələ ayağa duracaqsan, sağalacaqsan. Sənin üçün qurban kəsəcək. Qızım, sənə də əziyyət verirəm. Nə əziyyəti? Sən mənim ata əvəzimsən. Ay bala, evdə sizə yük oluram. Qoy gedim rayondakı evdə qalım. Sən mənim atamsan, bu evin ağsaqqalısan, mən səni hara buraxıram? Valideyn qocalanda divarlar daralmır, mərhəmət imtihan olunur. Unutma, həyat borcunu ödəmək istəməsən belə səndən gec-tez yer alacaq.